Salam əziz izləyicilər, kanalıma xoş gəldiniz. Bugünkü vlogumuzda yenə bir günümüzü sizinlə bölüşürəm. Amma bu dəfə daha maraqlı və fərqli anları çəkmişəm ki, siz də izləyərkən darıxmayasınız. Səhər oyandıq, səhər yeməyimizi yedik, sonra qızımla birlikdə həyətə düşdük. Həyətimizi gəzdik, gözəl bu gülləri topladıq və güldana qoymaq üçün gülləri güldana düzdük. Otağımızda çox gözəl bir görüntü yaratdı. Ətri də ki möhtəşəm. Daha sonra evdə təmizlik və səliqə işlərinə keçdim. Amma bu dəfə fərqli olaraq qızımın oyuncaq otağını çəkdim. Otağa daxil olan kimi hər şeyin qarışıq olduğunu gördüm. Kuklalar bir yerdə, oyuncaqlar bir yanda, kitablar isə yerlərdə düzülmüşdü. Əvvəlcə hər şeyi bir-bir toplamağa başladım. Qızımın çoxdan oynamadığı, artıq marağını itirdiyi oyuncaqları ayırdım. Onları yığışdırıb bir qutunun içinə qoydum. Bəzilərini bir müddətdən sonra yenidən oynaması üçün çıxaracağımı düşündüm, bəzilərini isə başqa uşaqlara vermək üçün saxladım. Əvəzində isə unudulmuş və uzun müddətdir görünməyən bəzi oyuncaqları çıxartdım ki, otaqda yenilik olsun, qızım da yenidən maraqla oynasın. Ardınca mətbəxə keçib günün yeməyini hazırladım. Mən bugün 2 cür yemək hazırladım, vermeşinli aş və sup hazırladım. Vermeşinli aşın üzəri üçün isə qiyma hazırladım. Çox dadlı və ləzzətli alındı. Yeməyimizi yedik və bugün bizi daha əyləncəli, gözəl bir şey gözləyirdi və getdik ora hazırlaşmağa. Bugün rayonumuzda uşaqlar üçün əyləncəli bir proqram gəlmişdi. Biz də həmin proqrama bilet almışdıq. Oraya getdik və uşaqların sevinci, personajlara olan reaksiyaları o qədər səmimi və ürəkdən idi ki, izləməyə dəyərdi. Mən də həmin kadrları çəkmişəm, ilerleyen dəqiqələrdə sizinlə bölüşəcəm. Mütləq baxın, çox maraqlıdır. Ümumiyyətlə uşaqlarla zaman keçirmək, onlarla birlikdə olmaq, onların enerjisindən pay almaq çox gözəldir və çox maraqlıdır. Burada biz hazırlaşırıq, biletlərimizi də götürürük. Ana bala çox sevincli və şən halda gedirik proqramı izləməyə. Ümumiyyətlə bugün bu kiçik parkda xüsusi canlanma var idi. Yəqin ki, çox uşaq gəlmişdi proqrama baxmağa. Onunla bağlı idi. Elə proqramın keçiriləcəyi binada bu binadır. Keçdik, əyləşdik, yerlərimizi tutduq və gözləyirik ki, proqram başlasın. Uşaqların üzündəki sevinç, onların mimikaları, reaksiyaları o qədər təbii və səmimi idi ki, baxarkən adamın ürəyi dağa dönürdü. Klonların şən zarafatları, əyləncəli oyunlar və gözlənilməz sürprizlərlə dolu çıxışlar uşaqların qəhqəhə ilə gülməsinə səbəb olurdu. Hər bir detal o qədər düşünülmüş idi ki, uşaqlar həm əyləndi, həm də öyrəndi. Yəqin siz də mənimlə razısınız ki, bu cür proqramlar sadəcə bir əyləncə deyil. Uşaqların sosial bacarıqlarına, emosional inkişafına, yaradıcı təxəyyülünə də böyük bir təsir göstərir. Onlar müxtəlif obrazlarla tanış olur, fərqli səhnələri izləyərək təsəvvür güclərini genişləndirirlər. Klonla gülmək, sehirbazın sirrini anlamağa çalışmaq, heyvan personajlarına sevinç içində sarılmaq. Bütün bu anlar uşaqların yaddaşında uzun illər qalacaq gözəl xatirəyə çevrilir. Qızım da bu proqrama doyunca o qədər maraqla baxdı ki, gözlərini səhnədən çəkmədi. Hər personajın hərəkətinə ürəkdən reaksiya verir, bəzən coşub ayağa qalxır, bəzən də heyrətlə baxırdı. Mən də onu izləyərkən düşündüm ki, uşaqlıqda belə anlar nə qədər vacibdir. Uşaqlar üçün düşünülmüş bu cür gözəl tədbirlər onların xoşbəxtliyi üçün atılan kiçik, amma dəyərli addımlardır. Elə buna görə də rayon rəhbərliyinə təşəkkür edirəm. Sonda isə hər kəsin üzündə təbəssüm, könlündə sevinç vardı. Biz də evə qayıdarkən qızımın gözlərindəki o parıltıdan anlayırdım ki, bugün onun üçün unudulmaz bir gün oldu. Günün yorğunluğunu hiss etsək də qəlbimiz sevinç və minnətdarlıqla dolu idi. Bugünkü gün təkcə bir əyləncə deyildi, həm də bağlarımızın möhkəmləndiyi, ruhumuzun dincəldiyi, qızımla birlikdə paylaşdığım dəyərli bir xatirə idi. Evə qayıtdıqdan sonra hər şey yavaş-yavaş sakitləşdi. Qızım yorğun olsa da hələ də gündəlik yaşadığı sevincdən danışırdı. Amma az sonra yuxuya getdi. Mən isə yoldaşımla birlikdə çay süzüb içdik və bugün olub keçənləri müzakirə etdik.
Səs-küysüz, sakit bir axşam idi. Sanki gün boyu yaşanan hər şeyin gözəl bir nöqtəsi. Sonra dəftərimi götürüb biraz yazdım. İçimdən keçənləri, bu günün hisslərini, beləcə yavaş-yavaş günü bağladım. Hə dostlar, bu günümüz də belə keçdi. Xoş xatirələrlə, gözəl hisslərlə və sakitliklə. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər hələlik.